Axşamınız xeyir. Məni dinləyənlər, məni izləyənlər. Valla bəlkə də mən heç bu mövzuda danışmazdım, amma dostlarla, yəni sənət adamları ilə, sənət dostlarımla söhbətləşdik. Elə bir ki, lazım bildim. Deyirlər ki, Əli müəllim, 45-50 ilin sənətkarısan. Dedim, yaxşı, mən bu işə müdaxilə eləyə bilmərəm, amma sadəcə mən sözümü deyə bilərəm. Bilirsiniz, bugün Azərbaycanda hardasa 5000, 6000 bədii qiraətçi var. Yəni bu bədii qiraət bu qədər ucuzlaşdı mı? Bədii qiraət bu qədər asan iş oldu mu? Bədii qiraət bu qədər mi, necə deyim, hamı bacaran iş oldu mu ki, bu qədər bədii qiraətçi var? Hansı toy məclisinə baxırsan, hansı TikTokda girib məclisə baxırsan, görürsən ki, bir nəfər geyinib, ağ köynə geyinib, qalsıq vurub və toy yasına mikrofonu verib məni təqdim elə. Gözəl sənətkarımız, bədii qiraətçi filankəs, filankəs. Ay, sizə qurban olun, bədii qiraət bu qədər asan məsələ deyil axı. İnanın, mən fikir vermişəm ki, kolxoza kolxoz, komsomola komsomol deyənlər özlərini bədii qiraətçi adlandırırlar. Olmaz axı belə. Bədii qiraətçi olmaq üçün, ay əzizim, ay sizə qurban olun, institut oxumaq lazımdır. 5 il dərs almaq lazımdır. Müəllim dərs deməlidir. Sətirdən sətirə keçməyi bilməlisən. Hecanı hecaya bölüb sətirdən sətirə keçməyi bilməlisən. Vurğuları düzgün vurmalısan. Şeirin başlanğıcı var, sonluğu var. Dinamikanı bilməlisən. Temporitmi bilməlisən. Bütün bunları bilməyən adam gitara çalır, oradan yanıqlı, bu da ki, deyir, mən bədii qiraətçiyəm. TikTokda olan şeirləri götürüb əzbərləyir, toy məclisində deyir. Bu şeirlərin toy məclisinə nə dəxli var? Valla elə şeirlər deyirlər ki, toy məclisinə dəxli yoxdur. Toy məclisinə, orada oturanlar əlbəttə ki, yeyib işiblər, hamısının keyfləri kök. Bu da danışır da, namərd daş atdı, mərdin başına dəydi. Mərd də dedi, əşi, mən bunun nəyinə baş qoşum, qoy rədd olsun. Belə şeylər, dağdan açdım, yumalandım, gəldim dəriyə, nə bilim, dərədə islandım, gül dərdim, ağac budağını sındırdım. Belə şeylər, bunların toy məclisinə nə dəxli var axı? Heç birinin toy məclisinə dəxli olmayan söhbətlər də bunlar. Əzim, toy məclisi idarə olmalıdır. Toy məclisində deyilən hər bir söz toy məclisinə aid olmalıdır. Toy məclisində deyilən şeylər birbaşa bəyin gəlinin şərəfinə olmalıdır. Bu toy gecəsində, bu toy axşamı gələn qonaqların sağlığı olsun. Məclisə gəlməyə imkansız olub gələ bilməyənin sağlığı olsun. Göydə mələklərin, yerdə bizlərin, igid oğulların, gözəl qızların, doğma vətənimizdə vətənsizlərin, həsrət çəkənlərin sağlığı olsun. Hər xoş dəqiqəni, hər şirin anı, haqlı da, haqsız da, qoca dünyanı, bir də ki, müstəqil Azərbaycanı duya bilənlərin sağlığı olsun. Geçsin qəm kərvanı ömürdən, gündən, bülbül nəğmə desin şəhdən, güldən, biz də söhbət açaq beynən gəlindən, sevən ürəklərin sağlığı olsun. Birbaşa belə şeir deyilməlidir ki, toy məclisinə dəxil olsun. Yəni, bu şeylər mənim özümdür. Mən yazıram toy məclisində, deyirəm bunu. Bugün toy günüdür. A dostlar, yenə sizin hamınızı oynayan görüm. Şirin badələri hamılıqla siz bəyin sağlığına qaldıran görün. Süfrələr bəzənib dünya tamından, şöhrələr bəzənib sevgi şamından, belə toy günündən, toy axşamından bütün subaylarsan qurulan görün. Çox igid görmədi bu toymağardan, anamın saçları qalıb daraqdan, elə lap indicə günü sabahdan, qılıncı qınından sıyrılan görün. Qız gəlin bəzənib toya gəlsin, zurna qaval səsi göyə yüksəlsin. Toyun xanəndəsi durub dinlənsin, bir muğam, bir təsnif oxuyan görün. Yəni, birbaşa toy üçün deyilməlidir bu şeirlər. Yoxsa nəyi əzbərlədi, dünya belə gəldi, dünya belə getdi. Onlar, bizim böyük qarife sənətkarlarımız var, onlardan nəsə demək, misal çəkmək olar. Bizim böyük ədiblərimiz var, şairlərimiz var, dünyadan köçən şairlərimiz ki, onların fəlsəfi şeirlərindən bəli, 1-2 nümunə demək olar. Amma ki, bütün toyu ancaq şeir demək. Masabəyi şeir deməlidir ancaq. Yəni, bədii qiraətlə məşğul olmalıdır. Axı, bu bədii qiraətdə sən bilmirsən axı. Əlbəttə ki, mən burada toy məclisinin sahibini günahlandırıram. Onlarda nə günah var ki? Bilsən, indi bu sənətin bir xüsusiyyəti var ki, burada
Nə pasport tələb olunmur, nə şəxsiyyət vəsiqəsi tələb olunmur, nə diplom tələb olunmur, nə kulça tələb olunmur, nə çıxarış tələb olunmur. Ağ köynə giydin, qalıstlıq vurdun, oldun bədii qiraətçi, mikrofonu götürdün, başladın şeir deməyə. Amma bu toy sahibi fikir verməlidir ki, mənim toyum idarə olunmalıdır, mənim toyumda söz deyilməlidir, mənim toyumda xeyir dua verilməlidir. Sabah bu diska qoyub nəvə nəticələr baxacaq. Hamısı mən toy sahiblərində görürəm günah. Toy sahibi özü bilməlidir ki, onun toy məclisi idarə olmalıdır. Masabəyi olmalıdır toy məclisi idarə edən. Toy məclisi bir teatr tamaşasıdır, inanın. Teatr tamaşası kimi toy məclisində süjet xətti var. Onun da prologu var, epilogu var. Onun da kulminasiya nöqtəsi var toy məclisinin. Etap-etap sən toyu yavaş-yavaş gətirib çatdırmalısan sonluğa. Sonunda bəy gəlini durğuzmalısan. Böyük bir kompozisiya qurmalısan. Valideynləri dəvət eləməlisən. Qohum əqrəba dəvət olunur. Gözəl arzuları deyirsən, gözəl xeyir dualarını verirsən. Yaxşı bir kompozisiya qurursan və toyun sonluğu olur. Bu toyun sonluğu inanın ki, bəzi adamlar var ki, mən elədiyim toy məclislərini deyir ki, əlim. Ancaq toyun sonluğuna baxırıq. Orada yarım saat deyir, bütün toyu əvəz edəcək o gözəl sözlərə qulaq asıram. Yəni toy məclisinin sonluğu qurulmalıdır. Bir də görürsən şeirdir bu. Gedib oturub siqaret çəkir, vağzal çalırlar, bəycəlini götürüb aparırlar. Mən yəni bunları günahlandırmıram. Yəni, hərə bir parça çörək qazanmalıdır. Amma gərək insan öz bildiyi işdən yapışsın da. Mən yenə toy sahiblərindədir günah. Toy sahibi bilməlidir ki, onun toy məclisini kim idarə edir? Nə deyir? Çox qəribə ki, toy sahibi gedir, şadlıq evində zeytunla maraqlanır ki, zeytun necə olacaq? Xiyar pomidorla maraqlanır ki, svirj olsun. Nə bilim, arağın degustasiyasını eləyir. Amma 30 il gözləyib, 40 min, 50 min verib toy eləyir. Maraqlanmır ki, mənim toy məclisimi kim idarə edəcək? Mənim məclisimin başında kim duracaq? Və mənim böyük bir nəslin nümayəndəsiyəm və mənim məclisimi bir səlahiyyətli adam idarə eləməlidir. Toya ağsaqqallıq eləməlidir. Məclisi qurmalıdır. Bu hamısı günah toy sahiblərindədir. Əlbəttə ki, amma bu bədii qiraətçilər də bütün bundan istifadə edirlər ki, insanlar bunu hələ başa düşmürlər ki, toy məclisi necə olmalıdır. İnanın ki, indi gənc nəsil belədir, amma orta nəsil ki var, 80-90-cı illərdə, 2000-ci illərdə elə toy məclisləri vardı ki, ora elə naşı adamlar gedə bilməz, amma sənətkarlar dəvət olunur ki, toy məclisi idarə olsun. Hamısı günah, məsələn, toy sahiblərindədir. Hərə özünə görə, hər bir kəsin toy məclisi özünə oxşayır. İnanın ki, yarım saatdan sonra toy məclisində görünür ki, bu toy sahibi kimdir? Hərənin toy sahibi, toy məclisi özünə oxşayır. Yəni, toy sahibi bilməlidir ki, mən kimi gətirirəm toy məclisimi idarə eləməyə? Bir nəfər burada məclisi qurmalıdır. Bu məclis idarə olunmalıdır. Bu məclisin başlanğıcı sonluğu olmalıdır. Bu məclis gözəl qutarmalıdır. Bu disk, çoxları fikirləşir ki, diskdə, yaxşı, 6 saat insanlar oynayır. Sən sabah bir ad günündəmi, bir bayram axşamı qoyub toyun diskini baxanda nəyə baxacaqsan? 6 saat oynayanların nəyinə baxacaqsan? Orada gözəl bir sağlıq deyilməlidir. Orada gözəl bir şeir deyilməlidir. Orada gözəl bir öyüd nəsiyyət olmalıdır. Hikmətli bir söz deyilməlidir ki, sabah nəvələr, nəticələr baxanda desinlər ki, görün nə gözəl sözlər deyiblər. Toy məclisi belə olmalıdır, əzim. Özünüz bilərsiniz, hamı özü bilər. Hərəmiz bir toya gedirik. Mən məsələn bir toya gedirəm bir gündə. Hamısına gedə bilmərəm ki, 1000 toya gedə bilmərəm ki, amma hamı öz toy məclisinə özü nəzarət eləməlidir və toyu apara bilən adamı dəvət eləməlidir. Bədii qiraəti bu cür ucuzlaşdırırlar. Bədii qiraəti bu günlərin dəxli olmayan adamlar özünə bədii qiraətçi deyib düşüb toy məclislərinin canına. Yəni, yaxşıları da var, yaxşıları da var. Amma hərə öz işi ilə məşğul olsa yaxşıdırlar. Mən demirəm çörək qazanmasınlar. Amma bilmədiyin işə, qardaş, niyə görə gəlibsən, gəlib özü orada çörək pulu üçün gəlirsən sən ora ki, gedim mən 2 dənə şey edeyim, mən pul qazanım. Amma hərə öz bacardığı işdən yapışmalıdır. Yəni, bu işin ustası olmalısan sən, bu işi qurmağa bacarmalısan, toy məclisini idarə eləməyə bacarmalısan ki, toy məclisi gözəl olsun. Və beləcə, məndən dostlar xahiş eləmişdi, oturublar bunlarda, bax, mən indi görürsünüz, bax, mən dedim indi, sözümü dedim. İndi necə kim reaksiya verər, kim necə başa düşər, özü bilər. Mən sözümü dedim, hamıya can sağlığı, hamıya gözəl toy məclisləri arzulayıram.